Salam dostlar, hər vaxtımız xeyir olsun. Bu videoda sponsored brands haqqında danışırıq. Əvvəlki videolarda xatırlatma edim ki, sponsored products haqqında danışmışıq. Neçə cür match type var, kateqoriya kampaniya nədir, product hədəfləmə nədir, keyword hədəfləmə nədir. Sponsored product daxilində hamısından danışdıq. Və sponsor display haqqında danışdıq ki, neçə cür tip sponsor display kampaniyaları yarada bilərik. Ancaq onu xatırlatma edim ki, sponsored brand və sponsor display yalnız brand registrasiyası olmuş demək, brendlər üçün mövcuddur. Hesablar üçün mövcuddur. İndi isə keçək Amazonda baxaq praktik olaraq. Biz analog alarm clock üzərindən davam edəcəyik. Analog alarm clock. Analog alarm clock yazdığımız zaman yuxarıda gördüyümüz, baxın, bax bu. Yuxarıda gördüyümüz load alarm clock for heavy sleepers. Bu başlıq altında 3 saat görürük. Pikip brendinin 3 saatını görürük. Hər üçü analog alarm clockdur və hər üçündə də limited dil var. Bu xüsusi marketinq strategiyasıdır. Ancaq məqsəd burada nədir? Göstərməkdir. Açılan pəncərədə görürsünüz ki, normal məhsullar 5-5-5-5 düşür. Ancaq yuxarıda 3 məhsul var ki, açar sözdə ən yuxarıda görsənir. Və bir brendin 3 məhsuldur yan-yana. Bu sponsor brenddir ki, bunları demək bu sözə yüksək bitviyə yerləşdiribdir brend Pikip və öz kampaniyasına bu tip 3 demək analog alarm clock'u qurmaqla, yerləşdirməklə sponsor brend yaradıb. Yəni buradan belə başa düşürük ki, sponsor brend açar sözlərə fokus olmaqdır. Açar sözlərə fokus olub başlara çıxa bilirik bir növ. Sonra sponsor brend sol tərəfdə görsənə bilirik. Görürsünüz, analog alarm clock'da sol tərəfdə görsənir. Bu bir növ sponsor brenddir. Və sponsor brand videolarda var ki, aşağı düşəndə gördük ki, burada artıq 1 saat da var ki, bir demək özünün sponsor brand videosunu yaradıbdır və ana sözdə ən yuxarıda olan video budur. Bu brendə məxsusdur. Başa düşdüyümüz kimi sponsor brendlər var video şəklində və sponsor brendlər var şəkil şəklində. Ekranın demək səhifənin solunda və ya ən başda görsənir. Xatırlatma edeyim digər sponsor produktlar hansılar? Sponsor produktlar bunlardır. Sıralamada sadəcə görürük, altdan sponsor yazılıb. Bu o deməkdir ki, yəni əsas bu sözlərə məhsul olaraq, brend registrasiyası olmayanlar da edə bilər. Məhsul olaraq, sadə bir produkt olaraq keyword hədəfləyiblər. Bu bir və display də göstərmək istəyirəm xatırlatmaq niyyətindən. Sponsor display isə odur ki, o demək, hansı bir məhsulun ana səhifəsinə girdikdə o məhsulun sağında bu küncdə və altında görsənən məhsula, görsəndə sponsor görürsünüz, bu displaydir. Displeylər də bu tip olur. Belə dostlar, indi keçək Amazona necə yaradılır ona baxaq. Bildiyimiz kimi Campaign Manager, Create Campaign və Sponsored Brand. Bura gəldikdən sonra biz bura gəlsin, ekran açılsın. Eyni zamanda sizə faili göstərim. Bu faili biz demək əldə eləmişik maqnitdən. Maqnit haqqında video çəkmişəm. Onun linkini atacağım yuxarı. Əvvəlki videoların içindədir. Maqnitdən biz açar sözü necə tapırıq. Və bu maqnitdən əldə elədiyimiz datadır ki, analog alarm clock'a uyğun ən ideal açar sözlər hansılardır? Axtarış həcmi üzrə filtrasiya edirəm. Bir saniyə. Məsələn, deyək, bəli, bunları rəqəm formatına gətirim. Tamam. Filtrasiya edirəm. Largest, smallest, OK. Axtarış üzrə ən yuxarı 300-ün üzərində olan bütün sözləri seçirəm. 300-ün. 300-ün. 299 da olsun da. Yox, 300-ün üzərində olsun. İdeal belədir. Tamam. 300-ün üzərində olan sözləri seçsim. Hansı ki, axtarış həcmi demək 300-ün üzərindədir. O asal sözlərə sponsor brand yaratmaq istəyirəm kampaniya olaraq. Ki, həmin sözlərdə bizim məhsulumuz görsənsin yuxarıda və birinci səhifənin və ikinci səhifənin yuxarısında görsənə bilər. Ki, ikinci səhifədə odur ki, biz bir daha buradan xatırlatma edeyim. Demək, biz bildik ki, birinci səhifədə yuxarıda görsənir, düzdürmü? Ən aşağı düşsək, buradan açılan pəncərədən biz 2 və ya next eləməklə növbəti demək, bu növbəti ekran, növbəti səhifə və onun da yuxarısında digər brend var. Richer brendi var ki,
digital kampaniyası görürsünüz. 3 məhsul seçib bu ön şəklidir. Başlığı qoyub Gentle Sunrise Alarm demək işığın maraqlı deyə yəni olan alarm klokları var. Sanki onun effekt olaraq günəş işığıdır. Belə və bundan sonra davam edə bilərik. Səhifə 3, səhifə 4. Bir daha aşağı düşdükcə, məsələn, ən yuxarı bidi verən birinci səhifədədir. Bunun bidi müqayisədə ikinci ilə nisbətən aşağı olduğuna görə, mübarizədə uduzluğuna görə ikinci səhifədədir. Və biz 3-cü, 4-cü, 5-ci səhifələrdə gedib müxtəlif brendləri görə bilərik ki, nisbətən konservativ aşağı bidlərlə 6-cı, 7-ci səhifələrdə də olanlar var. Belə. İndi isə qayıdaq demək, Seller Centrala, Campaign Manager. Burada biz kampaniyamıza ad veririk. Məsələn, deyək, brand analog alarm clock. Brand SP. Brand SP. Məsələn, bir ad yerləşdiririk. Analog alarm. Normalda onu deyim ki, mənim yerləşdirdiyim ad stili belə deyil. Özümə uyğun demək bir ad stili var ki, həmişə bütün kod olaraq düşünəkdə, bütün reklamlara, bütün kampaniya tiplərinə həmin məntiqlə yanaşıram və 1000 kampaniyam olsa da mən filtrasiya edib istədiyim kampaniyanı çıxarda bilirəm istədiyim anda və optimizasiya tərəfindən də asan olur, analiz tərəfindən də asan olur. Bunu sadəcə nümunə olaraq indi sizə yazıram ki, belə yazıram. Ancaq normal vəziyyətdə, yenə deyirəm, özümə aid bir stil var, onunla davam edirəm. Budgetimiz olsun 10, bizim birimiz. Çipiçi ilə davam edirəm. Və onu da deyim ki, sponsor brand rənk olmaq üçün o qədər də işə yaramır. Sadəcə awareness üçündür ki, mövcudluqdur. Burada yapışdırdım eyni adı. Biz burada gördüyümüz var idi, hansı ki, görürsünüz, 3 dənə özündən sonra. Eynidir, bax, 1, 2, 3. Bu product collection'dır. Və Spotlight var. Birbaşa mağazanı seçir. Və ya mağazada bir səhifə seçir və həmin səhifəyə birbaşa yönləndirir. Və video var. Video şəklində də edə bilərik. Bağlayaq. Amazon tərəfindən avtomatik olaraq charge silinsin. Biz özümüz kontrol edək bidləri. Və növbəti düşürük aşağı sonra burada keyword target edə bilərik, product target edə bilərik. Product target sponsor brendlərdə mümkündür, ancaq çox effektiv görməmişəm. Mən də məsləhət görmürəm. Yalnız keyword ilə irəliləyin. Product targeti adətən sponsor displeylərlə eləyin və ya sponsor produktlarla. Sponsor brendlərdə bu çox negativ nəticələr verə bilər, ekstra xərcləri çıxardır. Onun şahid olmuşam. Demək, buradan biz Broad da seçməyə məsləhət görmürəm. Sponsor brenddirsə biz sadəcə bir daha deyim, conversion, geri dönüşü az gətirən bir reklam kampaniya tipləridir. Ona görə burada mümkün qədər sadəcə awareness-ə fokus oluruq. Yəni ki, mövcudluğa, bazarda tanıtıma bir sözlə belə desək. Ona görə birbaşa exit və ya phrase maksimum bizim üçün kifayət edə bilər. Mümkün qədər effektiv qalsın. Ona görə də birbaşa özümüzün seçdiyimiz açar sözləri gətiririk. Bir daha deyirəm, sponsor brand o qədər də çox conversion, geri dönüş gətirmir. Sadəcə tanıtım üçün bizə lazım olan kampaniya tipləridir. Buradan suggested bidi biz eləyək custom bid, yəni ki, Amazon tərəfindən deyil də suggested. Sırf özümüzün istədiyimiz biri qoyaq. Məsələn, qoyaq 22. Hər ikisinə. Adətən, daha doğrusu necə olmalıdır? Exitə deyək 22 yerləşdirək. Tamam, hər söz 22 sentdən getdi. Buraya yerləşdirək 15 və ya 17 sent phrase-ə. İndi exitə bağladıq, phrase açdıq və bu formada yerləşdirdik. Belə. Kampaniya adımızda da burada qeyd edə bilərik ki, EP yaza bilərik. Yəni, bilək ki, həm exit var bu kampaniyanın içində, həm də phrase var. Demək, açar sözlərimiz də yerləşdi. Ad name-ə, kampaniya name-i kopyalayıb yapışdırırıq bura. Belə, ad name-ə kampaniya name-i yapışdırdıq. Ondan sonra demək, biz brand adımıza nə yazaq buradan? Brand logomuzu yerləşdiririk bu hissədən. Brand name-imizi yazırıq brand name hissəsindən. Headline-ı məsələn yazaq retro
alarm clock. Məsələn, və ya da ki, marketinqi güclü olanlar, daha yaxşı olanlar fərqlənmək üçün, daha da birbaşa və ya pozitiv impression yaratmaq üçün bir təəssürat shopper alıcıların beynində daha fərqli cümlə yerləşdirə bilərlər bura. Görürsünüz, hələ 32 karakter var ki, əlavə eləmək olar hansısa söz. Məntiq budur, headline bura yerləşdirilir. 3 məhsul nədir? Buradan nəyi göstərir? Mən indi ora klik eləmirəm ki, məhsullar görsənsin. Ana məhsulu seçirik buradan. Məsələn, deyək bu məhsulu. Və digərləri onun altına hansı məhsullar görsənəcək? Bunu demək görsədib burada 33, 38 və 46 dollarlıq 3 məhsulunu. Deyək bunun 17-20 variasiyası var. Həmin o 17-20-dən hansı 3 dənəni seçəcəksə, burada ondan söhbət gedir. Və image-də siz bir neçə variant var. AI tərəfindən generate edə bilərsiniz. Stokda olan şəkillərdən seçə bilərsiniz. Yeni şəkil də yükləyə bilərsiniz. Onun məntiq belədir. Və image-də seçdikdən sonra submit for review eləyirsiniz. Hazırdır sponsored brandiniz. Belə dostlar, sponsored brand videosu bu qədər. Nəsə sualınız olduğu halda aşağıda kommentariya bölümünə yaza bilərsiniz. Bir-bir konsultasiya üçün description-a yerləşdirəcəyim WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz eyni zamanda. Belə hər kəsə uğurlar. Özünüzə müğayət olun. Hər kəsə karyerasında, Amazon satışlarında uğurlar.